Bugün sizinlə baxacağıq qəbul sualı olan elastik kürələr sualını. Deməli, çox sadə suallar, yəni məğzini bilsəz, nə prosesdə getdiyini bilsəz, sadə şəkildə imtahanda qısa müddətdə tapa biləcəyiniz bir sualdır. Gəl keçək sualımıza. Kürəciklər eyni vaxtda göstərilən istiqamətdə eyni sürətlə hərəkətə başlayır. Ştrixlərlə əlaqəli xəttə çatan kimi mütləq elastik toqquşma baş verir və onlar olduğu sürətlə geri qayıdırlar. Yəni normalda elastik kürə necə olarsa aşağı düşür, yuxarı çıxır. Bu şəkildə bunlar hərəkət edirlər. Bu hal növbəti toqquşmalar ərzində də gedir. Hərəkətə başladıqdan ən az neçə saniyə sonra bütün kürəciklər mərkəzləri eyni olan üçüncü xəttin üstündə olacaq. Baxın, bizdən bu üçüncü xəttin üstündə olmaqlarını istəyir. Hansı ən az neçə saniyə sonra bu kürəciklər üçüncü xəttin üstündə olacaq. Bizdən onu tələb edir. Təbii ki, ilk dəfədən onların bir dəfəlik üçüncü saniyədə olmaları biraz absurd sayılar. O zaman hər biri üçün nə vaxt üçüncü xəttin üzərində olublarsa, həmin hissələri qeyd etməliyik. İlk növbədə gəlin birinci kürəyə baxaq. Birinci kürə hal-hazırda birinci xəttin üzərindədir. İkinci xəttə gələcək, düşəcək aşağı ikinci xəttə gələcək. Növbəti halda artıq baxın, üçüncü xəttin üzərində bu şəkildə olacaq. Aydındır mı? Üçüncü xəttin üzərində olacaq. Deməli, 1-dən 2-yə 1 saniyə, 2-dən 3-ə 1 saniyə. 1 saniyə ərzində gəlib düşdü bura. Daha doğrusu 2 saniyə ərzində gəlib düşdü ikinci xəttin üzərində. Yazırıq bura 2. Daha doğrusu üçüncü xəttin üzərində. Deməli, buradadır. İkinci saniyədə buradadır. Üçüncü saniyədə burada. 4, 5-ci saniyə. Yenidən yuxarı qaldıraq. 6-cı saniyə, 7-ci saniyə, 8-ci saniyədə yenidən buradadır. 9-cu saniyə, 10-cu saniyə düşür aşağı. 11-ci saniyə, 12-ci saniyə yenidən buradadır. 13, 14, 15 yenidən yuxarı qalxır. 16, 17, 18 baxın bu şəkildə. Yenidən yuxarı qalxır. 19, 20, 21, 22. Bu qədər yetərli olduğunu düşünürəm. Keçək ikinci kürəciyə. Görək, ikinci kürəcikdə hansı proses baş verir? İkinci kürəcik hal-hazırda 5-ci xəttin üzərindədir. Baxın, 5-ci xəttin üzərindədir. Düşəcək aşağı 6-cı xəttə. 1 saniyə ərzində 1 saniyə. Çıxırıq yuxarı 2-ci saniyə, 3-cü saniyə, 4-cü saniyədə 3-cü xəttin üzərindədir. Deməli, yazdıq bunu 4-cü saniyə. Deməli, baxaq bir daha 5-ci xəttin üzərindədir. 1 saniyə ərzində düşdü 6-cı xəttin üzərinə. Sonra çıxırıq 2-ci saniyə, 3-cü saniyə, 4-cü saniyə də burada. Qeyd etdik 4-cü saniyə, 5-ci saniyə çıxdıq yuxarı, qalxırıq aşağı, 6-cı saniyə, yenə 3-cü xəttin üzərindəyik, 7-ci saniyə, 8-ci saniyə, 9-cu saniyə, ən aşağı düşdük, yuxarı qalxırıq, 10-cu saniyə, 11-ci saniyə, 12-ci saniyədə yenidən buradayıq, 12-ci saniyə, 13-cü saniyə, 14-cü saniyə, yenidən buradayıq. 14-cü saniyə. Sonra 15, 16, 17, 18, 19, 20-ci saniyədə yenidən buradayıq. Bunun üçün də bu qədər yetərlidir. Davam edək. Keçək baxaq. Bir sonraki olsun. Üçüncü şara baxaq. Görək, kürəcik nə şəkildə hərəkət edəcək. Hal-hazırda 3-cü xəttin üzrə 0-cı saniyədə buradadır. Deməli, 1-ci saniyədə düşdü aşağıda, 2-ci saniyədə yenə yuxarıdadır. Buradakı bu şar hər dəfə 2 saniyə, 2 saniyə artımla baxın. Misal üçün 3-cü saniyədə aşağı düşdü, 4-də yenə 3-cü xəttədir. 5-ci saniyədə düşdü aşağı, 6-da yenə buradadır. Yəni bu şəkildə hərəkət edəcək. Bir müddətdən sonra 12-ci saniyə, 14-cü saniyə və s. İndi gəlin baxaq görək, ortaq olaraq ən az neçə saniyədən sonra onlar 3-cü xəttin üzərində olublar. Hər birinizdə hazırda gördüyünüz kimi 12-ci saniyədə artıq məlumdur ki, 12-ci saniyədən sonra kürəciklər 3-cü xəttin üzərində olublar. Bəs yaxşı, imtahandan bizdən ikinci dəfəki dövr etmədən sonra nə vaxt 3-cü xəttin üstündə olduğunu soruşacaqsa, onda biz kürəciklərin artımlarına baxırıq.
Baxın, birinci kürəci 6, 4, 6, 4, 6 olacaq, deyək ki, 28, sonra 4 artacaq, olacaq 32. Bir sonrakına baxaq, baxın, 2 artır, daha doğru 2 artır, 6 artır, 2 artır, 6 artır, 2 artır 22, 6 artır 28. Ən tezi üçün bu da 2, 2 artıb gəlib 22-yə çıxacaq. İkinci növbəni soruşaq bizdən. Onda cavabımız olacaq 22-ci saniyə. Sualımızın izahı bu qədər. Hər birinizə imtahanda uğurlar arzulayıram. Növbəti izahlarda görüşək.